Ölkə ərazisində müşahidə olunan leysan xarakterli yağıntılar çaylarda sululuğun artmasına səbəb olub. Hidroloji stansiyaların müşahidələrinə əsasən əksər çaylarda suyun səviyyəsində artım qeydə alınıb. Ən çox artım Böyük Qafqaz, Kiçik Qafqaz, eləcə də Lənkəran Astara ərazilərində axan çaylarda müşahidə olunub. Bu barədə Reala Situasiya Mərkəzinin direktoru Şəbnəm Qurbanova bildirdi. Şəbnəm Qurbanova son günlərdə bölgələrdə, eləcə də Bakıda və Abşeron yarımadasında aylıq normanın bir neçə misli qədər yağıntının qeydə alındığını söylədi. O həmçinin yağan yağıntılarla əlaqədar aprelin 16-sında ölkə ərazisində ümumilikdə 17 sel hadisəsinin olduğunu qeyd etdi. Transsərhəd çaylardan olan Qaynaq çayının da sululuğunda 2 sm artım qeydə alınmışdır. Çaylarda gözlənilən sululuq, həmçinin ehtimal olunan sel daşqın hadisələri öncədən əhali xəbərdar edilir. Belə ki, xüsusilə bölgələrdə gözlənilən leysan xarakterli intensiv yağıntılarla əlaqədar olaraq çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel və daşqın keçəcəyi haqqında xəbərdarlıq hazırlanır və təşkilatlara, aidiyyatı qurumlara, həmçinin əhaliyə çatdırılır. Yağan yağıntılarla əlaqədar çaylarda sel daşqınlarının qarşısını almaq məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən də müvafiq tədbirlər görülüb. Belə ki, sel və daşqınların vura biləcəyi ziyanın minimuma endirilməsi üçün agentlik tərəfindən istismar tədbirləri hesabına çaylarda məcra təmizləmə işləri görülür. Sel və daşqınların zərərli təsirlərinin azaldılması, əhalinin, yaşayış evlərinin, həyətyanı və əkin sahələrinin, eyni zamanda infrastruktur obyektlərinin ziyan görməməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülmüşdür. Məlumat üçün bildirmək istəyirəm ki, yağan yağıntıların hesabına və su anbarlarının iş rejiminin tənzimlənməsi nəticəsində hazırda Respublikanın əsas su anbarlarında 19 milyard 122 milyon kubmetr su ehtiyatı toplanılmışdır. Bununla da suvarma mövsümündə, əkin sahələrinin suvarılmasında və eyni zamanda əhalinin içməli su təchizatında çətinliklərin olması gözlənilmir. Yağan yağıntıların bol olması sel hadisələrinə, eləcə də fəsadlara səbəb olsa da, digər tərəfdən müsbət bir hal kimi dəyərləndirilir. Bu kimi hallar çaylar üzərində tikilmiş su anbarlarında toplanan suyun miqdarında artıma səbəb olur. Qeyd edək ki, son günlər intensiv yağan yağışlar nəticəsində Mingəçevir su anbarı, Şəmkir, Taxtakörpü, Ceyranbatan, Araz su anbarlarında toplanan suyun miqdarı ötən illərlə müqayisədə xeyli artıb. Anbarların kifayət qədər su ilə dolması quraqlıq dövründə əkin sahələrinin suvarılmasını asanlaşdıracaq. Son günlər müşahidə edilən hava şəraiti və anbarlara dolan su göstərir ki, belə dövrlərdə suvarma ilə bağlı problemlər olmayacaq. Jalə Novruzova, Real TV.